PowerPoint 2019 təqdimat proqramında slayda mətn qutusunun əlavə edilməsini hansı lent qruplarından həyata keçirmək olar? Bunu Home lent tabını Drawing lent qrupundan edə bilərik. Home lent tabında Drawing lent qrupunda Shapes həndəsi fiqurların əlavə edilməsi var və bunun daxilində text box var. Hansı ki bununla slayd daxilinə mətn qutusunu əlavə edə bilərəm. Daha sonra bunu Illustrations lent qrupundan da edə bilərəm. Bu Insert lent tabında yerləşir. Insert lent tabında Illustrations lent qrupunda da Shapes əmri var və bunun da daxilindən text box əmri ilə slaydın daxilinə mətn qutularını əlavə edə bilərəm. Və bunu text lent qrupundan da edə bilərəm. Bu da insert lent tabındadır. Insert lent tabında text lent qrupu var və həmin lent qrupunda da text box əmri var. Bu da slaydın daxilinə mətn qutularını əlavə etmək üçündür. Onda mətn qutularını hansı lent qruplarından əlavə edə bilərəm? Drawing, Illustrations və Text. Doğru cavab 1, 2, 4.